Hamıya salam uşaqlar. Necəsiniz? Bu günlərim sizlərlə bərabər Minecraftda davam edirəm. Uzun vaxtlardır kanalıma video atmırdım. Bəzi səbəblər var idi. Həm də həvəs yox idi. Ona görə video atmırdım. Bu videoda sizlərdən 3 like gözləyəcəm. Əgər videoma 3 like gəlsə, serimizin yeni bölümləri gələcəkdir. Hər halda siz buraları görməmisiniz. Evimi falan yerini dəyişmişdim. Köhnə evimdən uzaqlaşmışdım. Burada balaca bir dənə özümə qala kimi, nə bilim, belə ərzaq deposu deyim. Balaca belə yer düzəltməyə çalışırdım. Və evimi düzəltmişəm. Evimi də sizə belə göstərim içərisini. Bura pəncərələri belə düzəltmişəm. Əlbəttə ki, hamının şəxsi fikri var. Kanalıma abunə olub like atmağı unutmayın. Sizin dəstəkləriniz mənim üçün çox önəmlidir. Hədəfim 130 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Burada özümə balaca bir qala kimi deyim, belə bir yer düzəltməyə çalışmışdım. Yeməklər falan hamısı buradadır. Onsuz da mənim yəni oyunda əziyyətim belə çox yoxdur deyə oyunda yeməkləri yığım burada kubikləri, kubik deyirəm, torpaqları. Bəli, oyunda yeməkləri bişməmiş yeyəcəm. Fərqli oyunlar istəsəz yazın. Yəni hamısını yuyub oynaya bilərəm. Dəstəklərinizi əsirgəməyin. Uzun zamandır da video paylaşmırdım. Ən azından inşallah bu videomuz biraz izlənər. Bu videodan 35 izləmə gözləyirəm. Əgər bu videoya 35 izləmə gəlsə 100% əmin olun yeni bölümlər gələcəkdir. Level Devil'in part 2'sini istəyənlər olur kanalımda. Allah, mən nağarıram. Sırtlar suyu. Kanalımda yox, dostlarım mənə dedi ki, Level Devil'in part 2'sini paylaşaram onda part 2'sini. Havalar çox istidir, məktəbin də açılmağına bir şey qalmayıbdı. Elə dedim, yay tətilində videolar falan paylaşaram. O da paylaşa bilmədim. Bir zümrütə barut verir, bomba kimidir. Havai fişək falan düzəldib, yəni elytrazlar tapsam həll eləyə bilərəm. Sizə gedək sandıqlarımı göstərim ən əsası. O qədər dəmir yığmışam ki, təsəvvür edin ki, bəs eləyər mənə bu dəmir xeylax. Hətta sadəcə deyansam belə oyunda heç nə eləməsəm belə dəmirlər bəs eləyir. Kanalıma abunə olub like atmağı unutmayın. Millətin dəstəkləri çox önəmlidir. Hədəfim 130 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Bu videoya dediyim kimi 35 izlənmə gəlsə yeni bölüm gələcəkdir. Burada bir dənə zümrütümüz var. Bir dənə deri ceketimiz var. Deri başlıq, altın başlığımız var. 3 dənə altınım var. Tapmışdım bunu mədəndən. Və ən əsası 51 dənə dəmir külçəmiz var. Bu zombidən düşmüşdü bu arada. Setimizdə sizə göstərim. Setimizdə zincir setdi. Bu seti də zombidən salmışdım. Başlıqdır. Göğüslükdür. Bir də şalvar yox, bir də şey idi. Ayaqqabısıydı. Onları salmışdım. Ondan yəni zombidən saldım. Nətər olsa bilmirəm. Köhnə evimdə suyun qırağında gedirdim. Bir də gördüm ki şey var. Zireh var. Özüm də belə lap məhəttəl qaldım ki, bu zireh hardan gələ bilər. Daha çox da sorğu eləmədim. Videonda bu arada yüksək keyfiyyətdə izləməyiz məsləhətlidir. Çünki yəni bu video başqa bir telefonda edit olsaqdı, ona görə biraz 100% yəni deyə bilərəm ki, kalitədə problem yaşamaq mümkün olsaqdı. Videoda hər halda 360 ppi və yaxud danışa bilsəm video ya 360 ppi ya da 240 ppi aralığında 100% olsaqdı. Əgər yəni desəz ki, buradan getginən, artıq burada bəsdir qaldığın, onda mən də buradan gedərəm. Hamısı sizin şərhlərinizə bağlıdır. Sizin şərhləriniz nədirsə odur.
nə tər şərh yazsaz, yəni şərhləriz məni çox ala suyu yaxşı qoydum ha, klats. Ala suyu yaxşı qoydum ha, klats. Ala suyu yaxşı qoydum ha, klats. Su klats. Sizin şərhləriniz məni çox etkiləyir. Klats eləyə bilmədim. Yerə su qoyandan sonra EPS bayağı düşür. Allah, eşek var burada. Yemeğimi yiyeyim. Eşek səliqəli. Bir de bu eşeği öldürüm. Eşeğim bu getdi. Qoyun gördüm, elə bildim. Allah, bu nə tərqaladı belə? Bu nə oxşuyur? Adam qorxuruğa baxanda əlim envanterə deydi səhvən. Nə qədər də vaxtı Minecraft falan oynamıram. Uşaqlar, həm də ki havalar da çox istidir. Həvəs yoxdur. Həvəs 1 qram həvəs söhbəti yoxdur. Onu da heç olmaya belə eləyim. 1 qram həvəs söhbəti yoxdur. Envanter düzəndə eləyim, envanter düzəndə. Burada dəmir qılıncım var. İndi deyəcəksiniz ki, xmist bu. İstifadə eləmir dəmir qılıncını, amma yox. Baxın, hətta sizə dediyim zincir bacaq zırhı mən dəmirini geymişdim bunun. Dəmirin də canı azdır. Amma dəmirlərdə xmisti eləyəcəm yəni. Xmisəm. Nətər deyim, xmisəm da uşaqlar. Dəmirdə çox artıq dərəcədə xmisəm. Bu arada təzə ölmüşəm. Buna görə belə gör, ola creeper gəl. Fight ataq 1 vs 1. Patlama da, ay da. Nəsə üstünü yalandan düzəldim belə. Ən azından buralara yıxılmayaq. Belə olsa bəsdir. Bir dənə də var, bu da qəşəng. Burada da creeper partlayıb. Mən bir dənə özümə, bir dənə yox, hətta 2 dənə özümə lapatka düzəldiyim. 2 dənə daş lapatka düzəldim. Ot pülüyü göydən. Bu nədir? Havalar uşaqlar çox isti havadır. Havalar çox isti hava. Allah, mən danışa bilmirəm. Bu nədir belə? Deyirəm ki, havalar çox isti havadır. Belə bir cümlə var. Deməliyəm ki, havalar çox istidir. Nəsə, biraz burada mən kuk kasım gəlir. Bayağı buralarda gördüyünüz kimi torpaq kastım, blok kastım. Birinci olarak buraları düzəldim. Yamaq qalır buralar. Yaxşı görünmür. Usta artıq buraları da tərk edəcəm. Sizin şərhləriniz mənim üçün çox önəmlidir. Yəni bu video şərhinə yazsaz ki, bu evi tərk elə, yəni hər şeyi belə yarımsıq qoy get. Mənim üçün qanun da əlbəttə hər şeyi belə qoyub getməyə hazıram. Videonu da çox uzun eləmək də istəmirəm. Yəni səliqəli olsun buralar. Yüngülvarı düzəltdim belə. Yamadım da yəni. Gedim qala tərəfə. Özüm bu arada kalkanı bu tərəfdən yığışdırdım. Həm biraz yüngülvarı maşatçılıq eləyir. Həm də lazım deyil. İşlətmədiyim halda niyəm ki kalkanı. Pəncərə üçün bu hissələr çox önəmlidir. Allah. Nəcəbsə küləklər yavaş-yavaş külək əsir yavaş-yavaş. Belə yüksəldim buralara.
bura qədər yüksəltməyə. Nə bilim valla. Bu neçə mərtəbə olacaq yəni. Hər yanı bu arada torpaqdan olacaq. Əgər xeyli irəliləyiş olsa, mərtəbələrini də hazırlayıram. Ala. Qəşəng klaç. Həyatımı qurtardı bu klaç. Sahib ölüsü klaç. Hər adamın yanı ürək eləyəcəyi bir hərəkət deyil bu klaç. Bu arada 10 dəfə eləmişəmsə 100% deyərəm ki, %100 əminliklə deyirəm ki, 8-də ölmüşəm. Baxın, suyu götdük, getdik. Nəsə uşaqlar, məndən bu qədər bu günlük. Bilirəm bu bölümdə heç bir şey eləmədim. Amma yenə nə deyək, nəsə bir şeylər elədim ən azından. Sağ olun, salamat qalın. Yeni bölümlərdə görüşərik. Əgər fikrinizdə hansısa oyun varsa şərhlərdə mütləq bildirin. Amma PUBG falan olmasın. PUBG, Free Fire, yəni telefon onları çox da belə götürmür. Kanalıma abunə olub like atmağı unutmayın. 130 abunə yolunda irəliləyirik. Əgər yeni bölümlər, yeni nəsə bölümlər, yeni oyunlar və ya fərqli içəriklərdə videolar istəsə şərhlərdə mütləq bildirin. Sağ olun. Salamat qalın. Əsas Murad Oyun Krallığı YouTube kanalına qalın. Görüşərik. Sağ olun.